Paytaxtın Xətai rayonu İsmail Əbilov küçəsində yaşayan sakinlər avtobus dayanacağının ərazidən xeyli uzaqlaşdırılmasından narazıdırlar. Deyirlər ki, dayanacağın yaşayış yerindən uzaqda olması onların gündəlik gediş-gəlişini çətinləşdirir. Bu ərazidə yaşayan sakinlər uzun illərdir ictimai nəqliyyatdan istifadə edərək rahatlıqla şəhərin müxtəlif istiqamətlərinə hərəkət edə bilirdilər. Lakin son bir neçə ayda vəziyyət tamamilə dəyişib. Binəyə qədimdən burada avtobusumuz işləyib. Marketin qabağına gəlirdi avtobusumuz. Rahat istədiyimiz yerə gedə bilirdik. Buradan ya götürdülər avtobusu, bilmirəm nəyə görə. Arxaya çəkdilər. Yəni biz orada axır bir təhər gedirdik. Ora gedib çıxana kimi, o biraz qabağa çəkilib də ora. Gedib çıxana kimi 3 yerdə dururdum ki, nəfəsimi alım, ondan sonra gedim. İndi aparıb qoyublar 3 kilometr o tərəfdə. Xətai rayonu İsmail Əbilov küçəsi 28 ünvanında əvvəllər avtobus dayanacağı olub. Lakin sonradan marşrut xəttlərində edilən dəyişikliklərlə həmin dayanacaq yığışdırılıb. Yeni dayanacaq isə əvvəlkindən xeyli uzaq məsafədə yerləşir. Həddindən artıq uzaqlaşdırıblar. Hamıya taksi ilə gedə bilmir axı. 11 aparıb çıxardıblar Sadiqcan küçəsinə. Kvadratlara. Oradan bura biz gələ bilmirik. Bu boyda Pasolkada bir dənə avtobus yoxdur. Mən bura 2000-ci ildə köçmüşəm. Mən bura köçəndə burada avtobus gəlirdi. Məndən qabaqda 95 nömrəli avtobus, sonra 110, 87, sonra 11 gəldi. Bax düz bu axırıncı astanovkası bu yaxında idi. Bax burada 60-cı illərdən avtobus olub ta ki bu 3 ay bundan qabağa kimi. İndi avtobusumuz nəyə görə, nə səbəbə götürülüb biz bilmirik. 3 astanovka biz gəlib piyada gedək. Sakinlərin istəyi odur ki, ya əvvəlki marşrut bərpa olunsun, ya da küçənin şəraitinə uyğun daha kiçik tutumlu nəqliyyat vasitələri xəttə buraxılsın. Harada müraciət eləyirik qızım? Bizə bir müsbət cavab verən yox. Hamısında yazırlar ki, təhlükəlidir, orada avtobus dayana bilməz. Yaxşı, onda təhlükəli biz neyniyik? Biz dururdu da orada, bu vaxta kimi təhlükəli deyil idi, indi təhlükəli oldu. Deyir, uzun avtobusdur, bu dönə bilmir. Balaca avtobus versinlər. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, 11 nömrəli müntəzəm marşrut xəttində istifadə olunan avtobuslar iri tutumlu olduğundan 257 nömrəli məktəbin qarşısında geriyə dönmə manevr edərkən təhlükəli şərait yaranırdı. Sərnişinlərin və digər nəqliyyat vasitələrinin rahat və təhlükəsizliyini nəzərə alaraq marşrut xəttində dəyişiklik edilib, son dayanacaq 140 metr geridə təşkil olunub. Əgər təhlükəli sayırlarsa bunu elə eləsinlər. Gəlsin aşağı geçsin, aşağı prospekt Fəhlə prospekti deyək də. Orayla gedir, parkın yanına sağa dönür, qalxır, yenə də gəlir kvadratın yanına. Bura elə bir ki, yaddan çıxarılıb. Bura elə bir, yaşayış yeri deyil. Günəş Rizayeva, İlkin Həsənov, Fidan Səfər, Spois xəbər.